Qlobal Cənub QHT platformasının təsis olunması ilə bağlı keçirilən tədbir davam etməkdədir. Biraz əvvələ qədər burada panel müzakirələr aparılırdı və bu müzakirələrdən sözün əsl mənasında əməkdaşlıq mesajları, şüarları səsləndirilirdi və qeyd etmək istəyirəm ki, bu təsisin məhz Azərbaycanda, Bakıda baş verməsi həm də Azərbaycanın şimal və cənub dövlətləri arasında körpü rolunu oynamağının bir daha bariz nümunəsidir və hal-hazırda dediyim kimi nahar fasiləsidir və nahar fasiləsində qonaqlar burada onlar üçün yaradılan Azərbaycan ornamentləri ilə bəzədilən istər geyimlər olsun, ümumiyyətlə sənət nümunələri ilə tanış olurlar və onlara Azərbaycanın incəsənət tarixi ilə bağlı da məlumatlar verilir. Amma təbii ki, burada ən önəmli məqam platformanın yaradılmasıdır və bu platformanın yaradılması ilə bağlı gələn qonaqların fikirləridir ki, hal-hazırda biz qonaqlardan birinə yaxınlaşacağıq. Salam, hər vaxtınız xeyir olsun. Suriyadandır qonağımız. Özümüzü təqdim edək. İsmim Tarık Sülo Cevirci. Suriye'den katılıyorum. Halepliyim köken itibariyle. Bugün Azerbaycan'da bulunmaktan büyük bir mutluluk ve onur, gurur duyuyorum. Çok güzel bir organizasyona, uluslararası bir organizasyona Azerbaycan yine ev sahipliği yapıyor. Yani dünyanın birçok sorunla karşılaştığı bir günlerde Azerbaycan'ın özellikle de STK'lar dediğimiz sivil toplum kuruluşları, gayri hükümet teşkilatlarının burada bir araya getirerek dünyanın birçok yerinden dünya meselelerine, sorunlarına burada hem gündeme getirmesi hem çözüm arayışı içerisine sokması büyük bir fırsat oluşturdu bizler için. Açıkçası burada güzel bir organizasyonda bulunmaktan mutluluk duyuyorum. Bu platformun yaradılmasının sizcə önəmi, əhəmiyyəti nə kimi dəyişikliklər olacaq sizcə? Özellikle dünyanın her geçen gün daha da çok uluslararası sorunlarla, meselelerle boğuştuğu bu günlerde terörle, özellikle de iklim değişikliği ve buna benzer ekonomik kalkınma ve çok ciddi güvenlik problemlerinin yaşandığı bir günlerde özellikle de devlet olmayan ya da devlet teşkilatı olmayan organizasyonların burada görev alması, rol alması tabii ki bu sorunlara başka çevrelerin de, başka kesimlerin de çözüm üretmesi açısından, bu sorunların ortadan kaldırılması açısından da sivil toplum kuruluşlarının yani gayri hükümet teşkilatlarının da bir yerde destek alması ve bu işin parçası olması devletin de dünyanın da işini kolaylaştıracak ve daha güzel bir dünya kurulmasında büyük ihtimalle birçok katkısı olacaktır. Bu yüzden bu platformun oluşturması dünya güvenliği için, dünya refahı için, dünyanın huzuru için, daha iyi bir dünya için büyük bir rol oynayacaktır. Büyük bir yani görev üstlenecektir diye inanıyorum. Çox təşəkkür edirəm, çox sağ olun. Qonağımızın da, müsahibimizin də vurğuladığı kimi bu platformanın yaradılması təkcə qlobal cənub ölkələri üçün deyil, dünya üçün və qlobal həqiqətən də bir çağırışdır və bir addımdır, mühüm bir addımdır və demək olar ki, bu qlobal cənub ölkələrinin tarixində yeni bir dövrün də başlanğıcıdır. Hələlik çatdırmaq istədiyim məlumatlar bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Məlumatlar yeniləndikcə çatdırmağa çalışacağıq.